Salam, xoş gördük sizi əziz tamaşaçılar. Bugün limanda başqa bir hekayə var. İllər keçir, ömür dalğa kimi sahilə vurduqca gözəl xatirələrlə dolu nələrisə xatırlayırsan. Hər sözün, hər musiqinin nəfəsi ilə böyüdüyün illərə geri qayıtdıqca onları yaddaşımıza yazanlarla sanki qəlbən söhbət edirsən. İllər öncə geridə qoyduğumuz o mahnı da yaşad olub. Amma uşaqlığımız kimi təzə-tər duyğular oyatmaqda köhnəlməyib. Bugün onun ifaçısı ilə limanda görüşürük. Lalə Məmmədova qonağımızdır. Salam, xoş gördük sizi Lalə xanım. Salam, xoş salam. gəlmisiniz bizim limanımıza. Çox təşəkkürlər. Nəhayət ki. Nəhayət ki, axır ki görüşdük bu günləri, bu günə Çox təsadüf xoşdur. etdi. Hava da çox gözəldir, əlverişli hava şəraiti var. İnşallah ki, günün sonuna qədər, verilişin sonuna qədər belə hava olar və biz gözəl söhbətlərimizi eləyərik. Demək istərdim ki, yeni ilin ilk buraxılışıdır sizinlə bugünkü söhbətimiz. Yola saldığımız il yadınızda necə qaldı? Bilirsiniz, insan olaraq biz hər zaman çalışırıq ki, yaddaşımızda gözəl xatirələri saxlayaq və neqativləri biraz yaddaşımızı zəiflədək. Amma 2025-də də uğurlarım oldu. 2025-in yarımçıq qalan arzuları da oldu, planları da oldu. Suya gedən ümidləri də oldu. Yanıldığım da oldu, inandığım da oldu. Hər şeyə rəğmən yarımçıq nə varsa elə bilin ki, ətəyimə yığıb 2026-ya girdim. Və böyük ümidlərlə girdim. Fikirləşirəm, düşünürəm 2026-cı ildə Allah Teala qismət eləsin, o yarımçıq qalan arzuları, niyyətləri uğurla həyata keçirdim. Həyata keçirəsiniz. Lalə xanım, istərdim gözəl söhbətimizi masa arxasında davam edək. Eləyək. Hazırsınız suallarınıza? Hazıram. O zaman buyuraq masa arxasına. Çox sağ olun. Verilişin əvvəlində sizin o məşhur mahnınıza bir işarə vurduq. Məktəb illəri nəzərdə tuturuq. O mahnının yaranmasından, ifasından neçə il keçib? O mahnının yaranması artıq ilə yeni qədəm qoymuşuq da. Artıq bu il onun 27 ili tamam olur. 27 ildir ki, o mahnı insanlar tərəfindən eşidilib, qəbul olunub və mən də o mahnı sayəsində hələ ki tamaşaçının yaddaşındayam. Çox sevirəm sizin musiqini. Çox sağ olun. Məktəb illəri, tələbəlik illəri hər zaman dinlədiyim, çox sevdiyim bir mahnılarınızdandır. Maraqlıdır, musiqiyə gəlişiniz təsadüf idi, yoxsa taleyin yazdığı yazı? Məncə yazıdır. Çünki hətta mən bu fikirlə belə razı deyiləm. Deyirlər ki, mən bu sənətə gələndə elə bir şey yoxdur. Sənət özü seçir. Çünki məndən də gözəl səsi olan insanlar var, məndən də gözəl xanımlar var. Amma mənim taleyimə, yazıma bu yazılıb. Demək ki, sənət seçib. Növbətli sualım, səsinizin fərqli bir rəngi var. Bu sizi fərqləndirir, bəzi hallarda xatırladır. Bu barədə nə düşünürsünüz? Dünyaya gəlişimizi biz seçmirik tarixi. Bəzən bunu da günahlandırıram ki, bəlkə mən başqa bir dövrdə dünyaya gəlsəydim, bu qədər problemlər də yaşamazdım. Digər tərəfdən də fikirləşirəm ki, Allah Teala'nın yaratdığı bir səsdir və qarşıda da sənin bənzətməyi deyirsinizsə, məsəl üçün, bənzədilən sənətkar da gözəl bir Azərbaycan musiqisində izi, imzası olan bir sənətkardır. Burada
pis, xoşa gəlməyən nə ola bilər? Sözsüz ki, əvvəl-əvvəllər hər kəs kimisə təkrarlayır, kimisə bənzəməyə çalışır, kimisə görüb səhnəyə gəlir. Amma ən əsas odur ki, insan özünü həyatda və bir halda ki, sənət adamıdır, elə sənətdə də, musiqidə də özünü tapsın. Çox böyük çətinliklərdən sonra amma özümü tapdım. Tapa bildim. Səhnədə duyğularınız aydın görünür. Sizcə enerji ötürmək ifaçını daha çox gücləndirir, yoxsa təcrübə vacibdir? Məncə burada da üst-üstə düşür. Həm təcrübə artıq illərlə birsiz yığılır. Amma səhnədən enerji ötürmək bu da Allah Taala'nın verdiyi bir vergidir. Mən məsəl üçün həyatda çox sakit bir insanam. Bir böyük bir kütlənin içərisində elə gedib, elə qayıdaram, heç kəs məni yəni görməyə də bilər, ki, nəzərə çarpmaya bilərəm. Amma səhnədə mənim bir işığım var və mən bilmirəm, həmin anda hətta mənə elə gəlir ki, mən çox dəyişilirəm, mən başqa oluram, mən yadıma sala bilmirəm nə cür oluram, amma mən hiss edirəm ki, həmin anda hardansa mənə bir güc və nur gəlir, işıq gəlir. Çünki sonra xatırlaya bilmirəm mən oxuduğum anda hardaydım, necə idim, amma çox xoşbəxt oluram. İfaçı üçün hansı keyfiyyəti əsas sayırsınız? İfaçı oxuduğunu və dilə gətirdiyini hiss eləməlidir. Müxtəlif cür səslər var, amma bəzən görürsünüz ki, səs də var, amma hissiyat yoxdur, sənə toxuna bilmir o. O da Allahın bir vergisi olur. Yəni bu, hətta mən öz-özümə arada görürsünüz şikayət edəndə, bəzən küçədə görürsünüz, görəndə kimlərsə deyir ki, biz sizin mahnını eşidəndə elə kövrəlirik, elə ağlayırıq və mən deyirəm, yəqin ona görədir ki, mən həyatda hələ də tam belə deyək, ürəklə hələ tam gülə bilmirəm. Nə mənada? Sözsüz ki, hər şey müqayisəli götürəndə həm xoşbəxt oluruq, həm məsəl üçün həyatın bir sınaqlarından keçirik. Düşünürəm ki, bu qədər insanların qəlbinə dəyib toxuna bilmişəmsə və bu da bir hissiyatdır da, bu hər kəsdə ola bilməz. Sadəcə sonradan həyatımızda yaşadıqlarımız, müəyyən bir çətinliklər, müəyyən bir sınaqlar, onlar bizi daha təcrübəli, daha hissiyatlı oxumağa vadar edir. Lalə xanım, verilişimizin növbəti rubrikası Kapitan Sən ol rubrikasıdır, amma bu dəfə biraz fərqli olacaq. Niyə? Çünki Azər kapitan bugün bizimlə burada deyil, iştirak eləmir. Baxaq görək bir yerdə axır ki bir şey maraqlı bir yola çıxarıq bəlkə də. Amma ataların gözəl bir misalı var. Deyir ki, başmağını giyinmək olar, amma yerişini yerimək olmaz. Azər kapitana can sağlığı arzulayaq. Əlbəttə ki, qismət deyilən bir şey də var. Mən çox istərdim onun bu günləri tanış olaq. O bizi belə bu mavi xəzərimizin deyir, qoynuna götürsün bizi. Özü gələ bilmədi, amma sizə çoxlu salamlarını göndərir. Çox sağ olsun. Çox gözəl sənətdir. Bilirsiniz ki, kapitan olmaq, idarə eləmək, ümumiyyətlə hər sahədə, hər sənət sahəsində bu çox ali bir məqsədli bir deyəlim ki, sənətdir və hər kəs də onu bacarmaz. Bilirsiniz ki, hətta dünya, bütün yer kürəsindəki materiklər belə dənizlər, okeanlar vasitəsilə kəşf olunub. İstəyir Kristofor Kolumbu, istəyir Magellanı, yəni bunların sayı hamısı yeni gəlir, suların, mavi sulara deyir, gəlib çıxır. Yox, neyniyək indi? Azər kapitan burada olmasa da biz ona bir mahnı ismarış göndərərik. Emin Sabitoğlu'nun bir gözəl gəmiçi mahnısı var. Gəmini sür gəmiçi qardaş, yol oldu yarı. Düşər axşam qaralar, qaş tez çatdır yarı. Gəmini sür gəmiçi qardaş, yol oldu yarı. Düşər axşam qaralar, qaş tez çatdır yarı. Əgər yenidən seçim etsəydiniz, nəyi seçərdiniz? Nəyi seçərdim? Musiqini seçərdiniz? Mütləq. Mütləq. Mən məsəl üçün başqa sahədə özümü görə bilmirəm.
Məsələn, mən var oluram. Mənim bir işığım var. Həmin anda o işıq məsəl üçün Allah Təala tərəfindən gəlir. Mən onu özüm seçməmişəm. Musiqini seçərdim, bir də ana olmağı. Həmin bax bu övladlarımın anası olmağı seçərdim. Bioqrafiyanızda diqqətinizi çəkən maraqlar var, kifayət qədər maraqlı adlar var. Bunlardan ustadlar Şövkət xanım Ələkbərova, İslam Rızayev, Axan Abdullayev, amma başqa bir janr seçdiniz. Əslində mən musiqinin ilk, yəni mənə özünə cəlb eləyən Azərbaycan xalq mahnıları olub. Çünki gözümü açıb evdə görürdüm, eşidirdim. Atam oxuyurdu xalq mahnılarını, təsniflərini, muğamlarını. Amma estradada mənə daha yaxın idi ruhuma. Bilirsiniz ki, Azərbaycan musiqisinin də bir növrəsi onun muğamlarıdır. Onu bilmədən ifa eləmək hər halda sənətçiyə baş ucalığı gətirmir. O yüzdən də mən heç peşman deyiləm. Yaxşı ki də elə bir müəllimlərim olub və muğam şöbəsini bitirib sonra deyək ki, estradada davam eləmişəm. Özünüzə məsləhət vermək imkanınız olsaydı, hansı yaşı seçərdiniz? Yaşı. Hansı yaş olursa olsun, məncə hər yaşın öz gözəlliyi var. Məsələn, mən heç vaxt istəməzdim, mən 15, 25 yaxud 35 yaşına qayıdım. Hər yaşda mən hansı sınaqlardan keçmişəm, ona görə də heç bir şey dəyişmək istəməzdim. Səhnədə səhv etmək yoxsa həyatda peşman olmaq hansı daha ağırdır? Hər ikisi. Hər ikisi. Ağırdır, əlbəttə. Macəra, rahatlıq və etibarlı yol yoldaşı. Venta, dalğalara açılan yelkən, lüks və xidmət məmnuniyyəti. Bizimlə səyahətə hazırsınızmı? Verilişimizin növbəti rubrikası yelkənli suallardır. Buradan qısa suallar verəcəm. Siz də qısa və lakanik cavab verəcəksiniz. Hazırsınızsa başlayaq. Dəniz yoxsa dağ? Dəniz yoxsa dağ? Hər ikisi. Göygöl. Göygöl. Sevirsiniz. Oranı sevməyən olar. Zirvəni də sevirəm. Dağın başında bir başqa abu-hava olur. Bu yaxınlarda gözəl Qarabağımızın Laçın şəhərində. Orada dağın başında bir səssizlik var idi, bir qürur var idi. Qeyni mən qısa cavab verəcədim, alınmadı. Alınmadı. Solo ifa yoxsa duet? Solo. Solo. Səhnə pərdəsi açılanda ilk düşündüyünüz? Mən düzünü desəm, indiyənə kimi səhnə açılanda, tamaşaçı qarşısına çıxanda birinci Allah Taalaya dua edirəm ki, ilk sənin üçün oxuyuram, sonra burada əyləşənlər üçün. Ürəyinizə ən yaxın olan mahnı? Ürəyimə ən yaxın. Mən elə gəlir, məni ifadə eləyən söz və musiqi Yaşa Könüldür, Mikail Müşfiq və Hacı Xan Məmmədov. Onun sözlərini Yaşa Könül. Onun sözləri elə bilirəm ki, bütün mənim haqqımda yazılıb. Allah rəhmət eləsin hər ikisinə. Allah rəhmət eləsin. Mən dönərəm, sən dönməzsən. Yaşa Könül, Yaşa Könül. Tərlansan, göydən enməzsən, torpaqlarda sürünməzsən. Mən dönərəm, sən dönməzsən. Yaşa Könül, Yaşa Könül. Yaşa Könül. Qərar vermək sizin üçün çətindir, yoxsa? Baxır hansı anda. Bəzən nə tələsmək, nə də gecikmək olmaz. Bax, o anı tutub qərar vermək. Heç vaxt etmədiyiniz Xəyanət. Dostluğa, münasibətlərə, ola bilər insan hansı bir səhvlərə yol veririk, amma bilərəkdən xəyanət eləmək, bu mənlik deyil. Yəni, bu mənim həyat prinsiplərimlə üst-üstə düşmür. Uğur gətirir deyirlər. Bəs siz necə? Buna inanırsınız? İnanıram. İnanıram çünki
Bəzən həyatda da görürsüz hansı bir uğursuz hadisələrimiz də olur və o anda belə o işin içində bir xeyirli bir şeylər tapmağa çalışıram və özümü motive edirəm ki, hər şey yaxşı olacaq. Yaxşı olacaq. Hər insanın içində sığındığı bir liman var. Sizin sakit limanınız hansıdır? Mənim İnsan, məkan, yoxsa musiqinin özü? çox qəribədir ki, mən sığındığım elə özüm oluram, bir də Tanrım olur. Həmin anda mənim üçün liman deyərdim, güvən deyərdim. Həmin anda elə bilirəm ki, o kontaktım mənim özüm və Tanrı ilə olur. Yalan nə deyim mənim. Sözsüz ki, ətrafımızda insanlar da var, kimisi zəng eləyirik, kimisə məsləhət istəyirik. Amma çətin anlarımda, deyirsinizsə, yaxud da belə yorğun anlarımda məncə özümlə baş-başa qalıb sakitçilik. Nə orada musiqi olur, nə ailəm olur, heç kəs olmur. Dənizi dinləməyi, dənizi baxmağı sevirsiniz? Sevirəm, əlbəttə sevirəm. Dəniz mənim kiçik yaşlarımdan pəncərədən boylanıb baxdığım, bilirsiniz ki, Bayıl tərəfdə yaşamışıq və gəmiləri sayırdım. Dənizi sevirdim və hər gün ərzində orada Bərə ora yaxın idi və gəmilər gəlirdi. Mən də saymağı öyrənirdim, hələ məktəbə getmirdim və gəmiləri sayırdım. İlk saydığım gəmilər olub. Və dənizin bir parçasını belə pəncərədən görmək mənim bütün ruhumu dinləndirir. Mənə bir başqa abu-hava yaradır. Hə, çox sevirəm, çox. Nəsə bir maraqlı bir xatirəniz var dənizlə? Dənizlə bağlı. Valla deyilənlərə görə 1 yaşım olanda atam rəhmətli danışardı. Dedi ki, qucağımda səni aldım, dənizə girdim. Dalğa bir anda necə gəldisə, yəni bir də baxdım ki, sən yoxsan. Yadıma düşəndə onun danışır, deyir, həmin anda yəni sən yox idin, əlimi atdım belə suyun altında, birdən ayağın keçdi dedi əlimə, belə qaldırdım və dəniz dedi, sənə mənə 2-ci dəfə dedi, bir hədiyyə verdi. Və deyilənlərə görə elə dilimi açanda nəniz hu demişəm. Su əvəzinə hu demişəm, nəniz. Bayaq müəllimlərimizdən danışdıq. Amma Lalə Məmmədova özü də bir müəllimdir. Bəli. Tələbələriniz çoxdur. Ünsiyyətiniz necədir? Çoxdur. Mən hal-hazırda bir fəaliyyətimi dayandırmışam, amma 17 il Milli Konservatoriyamızda dərs demişəm və tələbələrimi indi də görəndə sevə-sevə, onların hamısının mənim üçün qəlbimdə ayrı yeri var. Çünki Azərbaycan musiqisi üçün, biz incəsənəti üçün onları yetişdirmişik və onlar da bilirəm həssasdırlar, onların da müəyyən çətinlikləri olur. Ümumiyyətlə, musiqiçilər bilirsiniz, öz uşaqlıqlarını yaşamayan insanlardılar. Onların içində bir saflıq olur, onlar çox hissiyatlı və həssas olurlar. Onlarla biraz ehtiyatla, yəni digər institutların, ali məktəblərin tələbələrindən çox seçilir. Milli Konservatoriyadır, İncəsənət Universitetidir. Ən çox da Milli Konservatoriya, akademiya, çünki bunlar bilirsiniz, musiqiçilər, Norveçlərin bir sözü var, deyir, yer üzərindəki insanlarla Allah Taala arasında olan təbəqənin nümayəndələridirlər. Həmin baxın, musiqiçilərin də hərəsində bir nur var, bir işıq var, onlar çox hissiyatlıdırlar və onlar yeri mənim üçün tamam başqadır. Hə, sevirəm, hamısını sevirəm və indi də hardasa orkestrdə, Azərbaycan Mədəniyyət günlərində, hansı səfərlərdə, Lalə müəllimə deyəndə belə dönürəm, baxıram, görürəm bizim konservatoriyanın uşaqlarıdır. Allah hamısının yolunu açıq eləsin. Surət həyatın ən böyük ritmidir. Vaxta münasibətiniz necədir? Vaxt ən qiymətlidir insan üçün. Bir can sağlığı deyirsə, ikinci də vaxtdır, zamandır. Yəni onu nə geri qaytarmaq olur, nə də tələsdirmək olur. Anı anında yaxalamaq lazımdır. Və son əlbəttə ki, illərin də ən çox bizə belə deyək, çatışmayanı o zamandır, vaxtdır. Bir arzunuzu həyata keçirmək şansınız olsa, bu hansı arzu olardı? Aynen dərin bir sualdır. Bu mənim yəqin ki, içimdə qalan bir arzu olacaq. Mən onu sizə heç vaxt deyə bilməyəcəm. Yox, yox. Çünki çox özəldir o yüzdən.
tamaşaçılara, sizi sevənlərə bizim efir vasitəsilə nə demək istərdiniz? Mənim tamaşaçılarım çox keyfiyyətlidir, çox özəldir, çox intellektualdır, çox zövqlüdür. Mənim tamaşaçım deyəndə biraz böyük çıxmasın, amma həqiqətən illər mənə göstərdi ki, dinləyənlərim mənim çiynimə bir məsuliyyət də qoyublar. O məsuliyyəti hər zaman hiss eləyirəm. Bəzən görürsünüz ki, hansısa bir gündəm xatirinə də oxuduğumuz mahnılar olur. Ya sözsüz ki, gündəm xatirinə də olsa, onu da bir keyfiyyətli şəkildə özümə məxsus lalə olaraq oxuyuram. Görürəm tamaşaçılardan elə yazılar gəlir, məktublar gəlir. Onlar məni hər zaman gözəl görmək istəyir. Onlar məni hər zaman zirvədə görmək istəyir. Mən onların bax, bu arzularını, bu diləklərini hər zaman doğrultmaq istəyirəm. Amma bunun da deyək ki, əvəzində onlar kaş ki bilsələr ki, nə qədər əziyyətlərdən keçirik, nə qədər zəhmətlər çəkirik ki, bax, bircə onların əhsən, afərin, çox sağ olun sözü üçün. O tamaşaçılarımı birinci demək istəyirəm, Allah sizin mənə, bizə, Azərbaycan xalqına çox görməsin. Çox keyfiyyətlisiniz, çox dəyərlisiniz və mən doğrudan da sizin mənim çiyinlərimə qoyduğunuz o məsuliyyəti dərk eləyirəm. Hamınıza can sağlığı arzulayıram. 2026-cı il yeni artıq qədəmlərini qoyub və bu il sizə ancaq uğurlar izləsin. Düşdüyünüz sınaqlardan üzü ağ çıxasınız, alnı açıq çıxasınız. Nə olursa olsun, zövqlü musiqilər dinləyin və insanları sevməkdən vaz keçməyin. Verilişimizin bu məqamında elə istərdim sizinlə bərabər Event Ayaqdaya öz təşəkkürümüzü bildirək. Bizim üçün yaratdığı bu cür gözəl şəraitə görə. Təşəkkürlər. Həqiqətən hər şey çox gözəl idi, çox şəraiti, hər bir şeyi, bax süfrəsindən tutmuş. Hər şeyə görə təşəkkürlər. Deməli, Lalə xanım, verilişimizin sonuncu rubrikasıdır və biz yaxınlaşırıq. Nə tez qutardı. Tez o, bitdi, deyil mi? Yaxınlaşırıq sual qutumuza və sualı açırıq. Burada olan sualı heç kim bilmir. Burada nə yazılıb? Rəşad İlyasov keçən verilişimizdə sizə bir sual ünvanlayıb. Zəhmət olmasa götürün və səsləndirin. Rəşad İlyasov bilirdi ki, mənəm qonaq. Yox. Bir an düşünün, Xəzər olmasaydı. Sevgilərlə Rəşad İlyasov. Məncə Xəzər olmasaydı biz nəğmələr qoşub, şeirlər yazıb vəsf eləyə bilməzdik Bakımızın bu gözəlliyini. Bakımızın gözəlliyinə bu qədər rəng qatılmazdı. Çünki su bilirsiniz ki, təmizlikdir, paklıqdır. Və mənə elə gəlir ki, əsrlər boyu Bakıya pis niyyətlərlə gələn o yad ellilər, vallahi elə Xəzərindir o sahilindədir, paklanıb geri qayıdıblar. Mənim üçün Xəzərin bir başqa yeri var, şəxsən mənim üçün. Çünki mənim uşaqlığım, biz ki, bağımız Bakıda doğulmuşam, Bakı bağları və bu Xəzər, əncir, üzüm, bir də Bakı qumu, bu yəni ayrılmaz bir şeylərdir. Xəzər olmasaydı bu qədər gözəlliklərimiz, bu qədər xatirələrimiz də olmazdı. İndi adət-ənənəmizə sadiq qalaraq biz növbəti verilişin qonağı üçün bir sual yazacağıq. Olar, olar. Səmimi bir söhbətlə, duyğularla və xatirələrlə dolu bu kiçik səyahətimiz artıq sona çatır. Gəmi yavaş-yavaş istiqamətini dəyişir və biz yenidən limana qayıdırıq. Əslində isə bu yol təkcə dənizin üzərindən keçmədi. Biz bu səfərdə qonağımızın həyat limanına baş çəkdik. Keçmişin sahillərinə toxunduq.
bugünün dalğalarında dayanıb və gələcəyə doğru baxdıq. Bilirik ki, hər ayrılıq bir qayıdış vədi daşıyır. Biz gedirik, amma bu liman həmişə açıq qalır. Yeni hekayələrlə, yeni səslərlə, yeni limanlarda yenidən görüşmək üçün qayıdacağıq. Bizi bu səyahətdə tək buraxmadığınız üçün təşəkkür edirik.